Salam əziz izləyicilər. Keçən dəfəki videoda biz məhsulların necə yaradılması, eləcə də firmaların yaradılması haqqında məlumat verdik. Bugünkü videoda isə qaymənin işlənməsi, firmaya qaytarma, iade, firmaya ödənişlər, eləcə də hesabatları sizə izah edəcəm. Qaymənin işlənməsini belə deyək. Məsələn, bir firma sizə bir məhsul gətirib və sizə onun qayməsini verir və bu qayməni siz sistemə işləməlisiniz. Bunu işləmək üçün biz yeni sənədlər, alış malların alınması bölməsinə daxil oluruq. Burada tədarükçü yerinə həmin şirkətin, yəni qayməni sizə təqdim edən şirkətin adını yazırıq. Deyək ki, məsələn, Azərsun Süd. Əlimizdə diskaner olmadığına görə, yəni ştrikodu oxuya bilmədiyimizə görə biz toplu seçimə daxil oluruq. Toplu seçimdə burada bizdə məhsulların siyahısı açılır. Burada biz qrup şəklinə baxa bilirik. Bizdə məhsul sayısı azdır deyə burada ona görə belə az çıxır. Və yaxud da ki, bütün siyahıya baxmaq üçün toplu seçim və bu düyməni basmaqla bütün siyahını biz açmış oluruq. Deyək ki, skos gəlib 20 ədəd, şəkər tozu gəlib 25 kilo, kola gəlib 60 ədəd. Biz bu pəncərədə gördüyümüz kimi malın sıra sayı, məhsulun adı, tədarükçü qrup adı, ştrik kodu, miqdarı, alış qiyməti, alış qiymətinin məbləği, satış qiyməti və satış qiymətinin məbləği. Ortada olan faiz şərəsi isə alışla satış arasında olan fərqin faiz dərəcəsini göstərir. Bizim qayməmiz elədir 83 manat, 44,158% onun faiz dərəcəsidir, satış qiyməti ilə isə 120 manat məbləğ edir. Əgər fakturaya, belə deyim, qayməyə alt faiz verilibsə, yəni endirim verilibsə faizlə, bura biz faiz şərəsini vurmaqla deyək ki 10% yazırıq və qaymə məbləği 74 manat 70 qəpiyə enmiş olur. Bu həmin fakturada biz belə deyim, registrasiya etməklə çap formasında çıxarda bilirik. Eləcə də bu məhsulların qiymət kağızlarına çıxarda bilirik. Rəfi üçün rəfin qabağına qoymaq üçün çap, qiymət kağızları, qiymətlər yerinə yetirir. Bu formu qiymət kağızları, eləcə də etiket çıxarda bilirik. Etiketlər vursaqsa bütün məhsulların etiketlərini çıxardacaq, sayına uyğun və s. Qaymə işlədikdən sonra burada qeyd yerinə istədiyiniz belə deyək, kommenti qeydi yaza bilərsiniz və sənədi OK vura bilərsiniz. Sənəd bağlanmış və qeydiyyatdan keçmiş olacaq. İşlədiyimiz bütün sənədlər, ümumiyyətlə sənədlər toplusu ümumi sənədlər toplusuna düşür. Burada biz işlədiyimiz sənədi görə bilirik və açıb bunu redaktə də etmək mümkün olur. Biz hazırda 74 manat 70 qəpik həmin Azərsun Süd şirkətinə borclanmış olduq. Deyək ki, məsələn, bu bizdə oldu alış, yəni qaymənin işlənməsi. Bir də var, məsələn, deyək ki, məsələn, verdiyim mallardan, deyək ki, məsələn, şəkər tozunu və koladan 5-ini mən şirkətə qaytarmaq istəyirəm, iade etmək istəyirəm. Bunun üçün biz yeni sənədlər alış, malların tədarükçü qaytarılması bölməsinə daxil oluruq. Yəni, qaytaracağım, hansı şirkətə qaytaracağımsa, mən həmin şirkəti tədarükçü yerindən seçirəm, deyək ki, Azərsun Süd. Yəni, toplu seçim. Bu düyməni basıram və hansı məhsul qaytaracağımsa həmin məhsul üzərinə 2 dəfə vururam və qaytaracağım miqdarı bura daxil edirəm. 5 ədəd qaytarıram 72 qəpikdən və bunun da qaymənin də verdim məbləği 3 manat 60 qəpik etmiş olacaq. İşlədiyim sənədlər dediyim kimi düşür sənədlər toplusu ümumi sənədlər toplusuna. Burada gördüyünüz kimi 74 manat 70 qəpik almışam, 3 manat 60 qəpiklik həmin şirkətə qaytarmış oluram. İndi mən baxmaq istəyirəm ki, bu şirkətin mənim ümumi nə qədər borcum var və nəyə əsasən bu borcum var. Bunları hesabatları biz görmüş oluruq. Hesabatlar kontrahentlərlə qarşılıqlı hesablaşma deyilən bir pəncərə var, bölmə var. Bura daxil oluram. Parametrlərə girirəm, hərəkət sənədinə belə işarə qoyuram. Seçim şərtlərində isə hansı şirkətə baxacamsa, həmin şirkəti buradan seçirəm. Və OK vururam və görürəm ki, mən Azərsun Süd şirkətinin belə deyim, siyahısı məndə açıldı və göstərir ki, mən mal almışam. 10-cu ay 2025-də 74 manatlıq, 3 manat 60 qəpik isə qaytarmışam. Burada biz tarixi
dəyişə də bilirik. Məsələn, deyək ki, məsələn mən bugünkü günə işləmişəmsə, mən bu günü tarix qoymuşam. Heç mən əvvəldən qoysam, mənə əgər əvvəldən nə hərəkət varsa, bütün bu siyahı dolmuş olacaq və siz şirkətlə beləcə belə deyim, öz hesabatlarınızı üzləşdirə bilərsiniz. Deyək ki, mən 71 manat 10 qəpik mən bu şirkətə borcluyam hal-hazırda və mən bunu 50 manatını şirkətə ödəmək istəyirəm. Ona görə yeni sənədlər kassa məxalic orderi, tədarükçü kimdirsə şirkət olaraq kimə ödəyəcəmsə pulu onu seçirəm və göstərirəm bizim borc 71 manat 10 qəpik və nə qədər ödəyəcəmsə miqdarı burada yazmış olurum. 50 manat ödədim və mən görürəm ki, mən hesabatımı təzədən tərtib edirəm və görürəm ki, mən 50 manat ödəniş elədim və mənim borcum azaldı. 21 manat 10 qəpiyə. Ambardakı mal qalıq hesabatı. Hesabatlar malların ambardakı qalıq hesabatı. Qiymət tipini seçirəm. Mən alışla və ya satışla baxmaq istəyirəm. Nə qədər ambarda malım var, tərtib et vururam və görürəm ki, miqdar olaraq 100 ədəd malım var. Satış qiymətinə görə 115 manat, alış qiymətinə görə isə 71 manat 10 qəpiklik mənim ambarımda məhsul mövcuddur. Bir məhsulun hərəkətinə baxmaq istəyirəmsə, məsələn bu məhsul nə vaxt gəlib, kim tərəfindən gəlib, satış nə vaxt olub, ümumiyyətlə hərəkətə baxmaq istəyirəm bir məhsulun. Bunun üçün mən hesabatlar, malların hərəkət cədvəli geniş, tarix qoyuram əvvəldən, bir ilin əvvəlindən, parametrlər, hərəkət sənədinə işarə edirəm, seçim şərtlərində isə hansı məhsula baxıramsa, skos böyük, həmin məhsulu seçirəm və göstərir ki, məndə alış qiyməti ikisi 10-cu ay olub, bu qədər olub, dəyəri bu qədərdir, son qalıqsa bu qədərdir. Əgər satış falan, qaytarma falan olsa, o burada öz əksini, bu pəncərədə öz əksini tapmış olacaq. Belə deyək, siz daxildən əgər satış edirsinizsə kiməsə, yeni sənədlər, satış, malların satışı deyilən bölmə var. Alıcını seçirik, deyək ki, bir dənəsini burada yaradıram. Məsal olaraq, deyək ki, əsas alıcı, misal olaraq, əsas alıcı və nə satıramsa, onu mən burada qeyd edirəm. Bu satış qiymətindən fikir verdiniz, burada düşdü. Alış qiymətindən yox. Məhsulun satış qiyməti 1.50-dir. Və burada satış sənədi olduğu üçün avtomatik bu bura satış qiyməti ilə oturur. Və sənədə yəni çap da edə bilərəm. Fakturasını verə bilərəm. Fikir verdinizsə, registrasiya vuranda burada aşağıda göstərir ki, filan skos böyük seçindən 30 ədəd yoxdur. Məndə ambarda 30 ədəd olmadığı üçün bu mənə qalıqdan artıq satış kimi göstərir. Yəni 20 ədəd var məndə, mən satıram 30 ədəd. Görürsüz? Bunu özü hesablayır və dediyim kimi proqram FIFO ilə işləyir. Yəni birinci gələn məhsul birinci çıxır və maliyyə dəyərində o formada hesablamış olur və bu sənədə də OK düyməsini vururam, qeydiyyatdan keçirirəm və baxıram ki, bu sənəd düşdümü sənədlər toplusuna, baxaq, düşdü, bəli. Və əgər əsas alıcı sizə nəqd ödəniş edibsə, yeni sənədlər kassa mədaxil orderi sənədə vuracaq. Alıcını seçəcəm, əsas alıcı və məbləği qeyd etmiş olacaq. OK, düşdü. Mən ümumi borca baxmaq istəyirəmsə, hesabatlar, kontragentlərlə qarşılıqlı hesablaşma tərtib et düyməsini vururam. Görürəm ki, Azərbaycanda mənim 21 manat borcum var. Əsas alıcı isə borcum yoxdur. Çünki mal almışam və mal satmışam və pulunu almışam. Və bizdə var burada kassa hesabatı. Hesabatlar kassa hesabatı tərtib et. Məsələn, göstərir ki, mənə pul 140 manat girib. Kassama daxil olub. 50 manat çıxış olub və nəticədə 90 manat qalıb. Və bizdə var burada sair xərclər. Məsələn, belə deyim, qaz pulu, su pulu, belə deyim, dükan xərcləri və sair xərcləri yazmaq üçün yeni sənədlər, kassa, sair xərclər böyüdürəm. Buradakı belə deyim, ağ siyahıya vurub plus, yəni üstəgəl işarəsini vururam.
hansı kassadan ödəyəcəyimsə o kassanı seçirəm. Xərc maddəsi açıram. Boşdur məndə siyahı. Burada xərc maddələri özüm yarada bilirəm. Deyək ki, məsələn, internet olur. İnternet və yaxud da ki, belə yazaq benzin. Deyək ki, mən internetə ödəyirəm 10 manat, 35 manat. Burada əlavə edə bilərəm. Deyək ki, benzin ödəmişəm 20 manat. Belə siz xərcləri vura bilərsiniz. Bəs bu sənədə də okey vururam. Bu sənədə gelib oturub bizdə sənədlər toplusu, ümumi sənədlər toplusuna. Bunu da aylıq hesabatına baxmaq olur. Hesabatlar sayı xərc hesabatı var burada. Sayı xərc hesabatına tərtib et vursam, mənə göstərir benzin 20 manat vermişəm, 35 manat da interneti vermişəm və bu da bizim əlbəttə ki, kassa hesabatımıza təsir edir. Görürsünüz, kassa hesabatı 35 manata düşür, bəyək o 90 manat idi və səbəb nədir ona düşmür? Burada isə ona belə deyim, hərəkətli baxa bilirəm. Yəni siz burada hesabatlar sayı xərc hesabatında bir xərc maddəsi üzrə də baxa bilirsiniz. Burada seçim şərti var. Deyək ki, mən sırf benzinə baxmaq istəyirəm, interneti çıxarmasın. Və bu kimi gözəl özəllikləri var. Bu qədər.